Çin ilə Tayvan arasında baş tutan son təmas regionda onsuz da həssas olan balansı yenidən gündəmə gətirib. Bloomberg'in məlumatına görə Çin sədri Xi Jinping ilə Tayvanın ən böyük müxalifət partiyası Gomindanın rəhbəri Chen Li-wun arasında görüş bir tərəfdən dialoq görüntüsü yaratsa da əslində dərin strateji hesablamalara dayanan addımdır. Xi Jinping çıxışı zamanı bildirib ki, Tayvanda yaşayanlar Çin millətinə mənsubdur. Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq Tayvan boğazının hər iki sahilindəki insanların yaxınlaşma tendensiyası dəyişməz qalacaq, deyə Xi Jinping fikrini tamamlayıb. Chen Li-wun da bildirib ki, gələcəkdə Tayvan boğazı potensial münaqişə ocağı olmaqdan çıxacaq və kənar müdaxilələrə ehtiyac qalmayacaq. Analitiklərin fikrincə, Birləşmiş Ştatların yaxın şərqdə hərbi əməliyyatlar aparması Çinə regional təşəbbüslərini daha rahat genişləndirmə imkanı yaradır. Belə olan halda Pekin bu mərhələdə hərbi ssenaridən daha çox siyasi və psixoloji təsir alətlərinə üstünlük verir. Digər tərəfdən Tayvan müxalifətinin dialoqa açıq mesajları Pekin üçün əlavə fürsət pəncərəsi yaradır və eyni zamanda daxili siyasi debatları gücləndirir. Bu son dərəcə məntiqli yanaşmadır. Yəni, Vaşinqtonun diqqətinin İran ətrafında cəmlənməsi Çin üçün müəyyən geosiyasi fürsət pəncərəsi yarada bilər. Belə situasiyalarda böyük güclər paralel istiqamətdə riskləri balanslaşdırmağa çalışır və Pekin də Tayvan məsələsində daha fəal diplomatik manevrlərə üstünlük verə bilər. Lakin bu, birbaşa səbəb-nəticə əlaqəsi kimi yox, daha çox uyğun zamanlamanın istifadəsi kimi qiymətləndirilməlidir. Tayvan istiqamətində təmasların artması Çin strategiyasının uzun müddətli və sistemli xarakter daşıdığını göstərir. Digər tərəfdən Birləşmiş Ştatların yaxın şərqdə məşğul olması Pekinin riskləri daha aşağı hesab etməsinə təsir edə bilər. Amma bu, belə addımlar üçün kifayət qədər zəmin demək deyil. Ümumilikdə söhbət fürsəti dəyərləndirən, lakin eyni zamanda da ehtiyatlı şəkildə irəliləyən çoxqatlı geosiyasi hesablamadan gedir. Əslində, Tayvan müxalifəti Çin ilə açıq dialoqu və iqtisadi əməkdaşlığı prioritet hesab edir. Bloomberg kimi beynəlxalq mənbələr də bu yanaşmanı gərginliyi azaltmağa hesablanan praqmatik siyasət kimi xarakterizə edir. Qərb siyasi dairələrində isə Pekindəki görüş adanın gələcəyi ilə bağlı mühüm irəliləyiş kimi görülür. Lakin bu, adanın birbaşa Çinlə birləşdirilməsi anlamına gəlmir. Əksinə, müxalifət daha çox status quo-nun qorunmasını və gərginliyin azaldılmasını hədəfləyir. Bunun əsas səbəbi isə Tayvan cəmiyyətində müstəqillik və təhlükəsizlik məsələlərində həssas yanaşmanın güclü olmasıdır. Digər tərəfdən Pekinlə yaxınlaşma iqtisadi üstünlüklər və sabitlik vədləri ilə əsaslandırılır. Tayvan müxalifətinin Xi Jinpinglə görüşməkdə əsas məqsədi dialoq kanallarını açıq saxlamaqdır. Bu addım onların seçicilərə müharibə yox, sabitlik mesajı vermək cəhdidir. Pekinlə birbaşa təmas iqtisadi əməkdaşlıq və ticarət imkanlarını genişləndirmək üçün də vacibdir. Müxalifət bununla hakimiyyətə alternativ olaraq daha praqmatik və riskləri azaldan xətt təklif etdiyini göstərmək istəyir. Eyni zamanda bu görüş daxili siyasi rəqabətdə üstünlük qazanmaq üçün də istifadə olunur. Qeyd edək ki, Tayvan müxalifəti ilə Çin lideri arasında sonuncu görüş 2015-ci ildə keçirilib. 10 illik fasilədən sonra Pekində bir araya gələn tərəflər münasibətlərin gələcək perspektivində Birləşmiş Ştatların yer almasını istəmirlər. Amma Birləşmiş Ştatların regiondakı hərbi və diplomatik mövcudluğu vəziyyəti mürəkkəbləşdirir. Bu səbəbdən yaxın illərdə açıq hərbi qarşıdurma ehtimalı aşağı olsa da, siyasi və iqtisadi təzyiqlərin artması gözlənilir.